bərabərləşir. Cəfər Quliyev qaçır, çatır. Elvin göndərir ancaq kim bitirəcək? Zərbə və top qapıdan geçir, gol! Mateus Silva, gol, 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 gol! 2-1 Mateus Silva! Tam bu ana kimi hər şey normal idi. Ta ki o oyuncu oyuna gələnə qədər. Nəriman Qurbanovun ilk müdaxiləsi, Nəriman meydandadır. Oyunu rahat biz aparacaqdıq. Hətta 2-1 udurduq. Ta ki Nəriman oyuna girənə qədər. Qurbanovun nə eləmək istədiyi mənə çatmır. Oyun bizim əlimizdədir. Niyə oyuncu dəyişikliyi eləyirsən? Şampionlar Ligi başlayandan bəri ən axırıncı yerdə olan Ajax takımını uduzmaya çox qəribə idi. Gəl Chelsea kimi takımı ud, Tottenham'ı ud, gəl Ajax'ı uduz. Gəlin Nərimanın oyunda elədiyi səhvlərə baxaq. Nəriman, Cəfər Quliyev, yenidən Nəriman Axundzadə, Nəriman və Bauman olmuşdu. Ajax'ın əks hücumunun qarşısında aldı Kevin Mezina, aldı topu, ver ötürməsini Nəriman istiqamətdə ancaq son anda Nərimanın topu ələ geçirmiş. Abdullah Zubir verdi ötürməsini Nəriman Axundzadə və burada onun qarşısında Rossa var idi. Nəriman var orada, Nəriman Axundzadə irəliləyir. Nəriman Baumanla mübarizədə rəqib topu aldı. Qarabağla Ajax'ın oyunu haqqında danışmaq istəyirəm. Valla bilmirəm, bu Qurban müəllim bilərəkdən eləyir, yoxsa bilməyərəkdən. Ay Qurban müəllim, özün də gördün ki, oyunun gedişatı Qarabağın xeyrinə idi. Azərbaycan 2-1 Qarabağın qalibiyyətin sevincini keçirəcəkdi. Elə ki, sən Nəriman Axundzadəni oyuna saldın, elə bir oyun satıldı. Ata eləmək ki, Qurban müəllim, Nəriman Axundzadənlə o stadionda izləyən azərkeşlərin heç bir fərqi yoxdur. Onlar sadəcə stadiondan izləyir, Nəriman Axundzadə də meydançadan izləyir. Nəriman Axundzadənin bir məqsədi var, o da Qarabağ azərkeşlərin infakt eləmək. Azərkeşlərin Nərimana qarşı tənqidlərindən sonra Nərimanın atası tənqidlərə cavab verdi. Bəli, bu futboldur. Qələbə də, məğlubiyyət də bu oyunun bir hissəsidir. Biz bu komandaya inanırıq və Qarabağa növbəti görüşlərdə uğurlar arzuluyuruq. Bu paylaşımdan sonra bir çox insanlar peşman olub üzr istəsə də, yarısından çoxu hələ də peşman deyil. Yəni oyunun 2-1-dən 4-2 gəlməyi həqiqətən də böyük bir əsəb olsa da, bu qədər üstünə getməkləri düz deyildi. İnşallah yeni oyunlarda daha yaxşı oynayıb özünü göstərər. Çünki belə getsə Qarabağ ən axırıncı sıraya düşəcək. Sadəcə gedib o boya takımları udandan sonra gəlib zəif takımı uduzmağımız insanı yandırır. İnşallah yeni oyunda qələbə görəcəyik. Video buraya qədər idi. Videomu bəyəndinizsə videoya like atmayı, kanalımı bəyəndinizsə kanalıma abunə olmayı yaddan çıxarmayın. Sağ olun, özünüzə yaxşı baxın. Qurban əmi oyun gedir, nə qədər gec deyil hələ. Bu səfər Nəriman olmasın, bizdən indi səndə belə. Chelsea'nin oyununda Nərimana, nə mesaj yaz, nə zəng elə. Nə mənası var oyunda küs barış, qol vura bilmir onsuz da bu nə yaşayış. Biz barışmışıq hər şeylə, səndə barış, özümüz öz haqqımızı məhv elədik. Biz onsuz da hücumda çox səhv elədik. Nəriman zədələndi, Nəriman yenə də zədələndi və bir daha zədələndi.